Salam, hər vaxtınız xeyir olsun. Çoxbucaqlıya aid belə bir sualımız var və buraxılışa düşə biləcək məqsəddə bir sual paylaşımıdır. Deyir ki, perimetri 156-dır, daxili bucağın cəmi 1800-dür və düzgün çoxbucağın tərəfinin uzunluğunu tapın. Bilirik ki, çoxbucağın daxili bucağın cəmi düsturu 180 n-2-dir və bu ifadəni bərabər eləyirik 1800-ə. Hər tərəfi 180-də böldükdə qalacaq burada 10. n-2 bərabərdir 10-a, n də bərabərdir 12-yə. Bizə deyir ki, çoxbucağın tərəfinin uzunluğu. Bilirik ki, düzgün çoxbucağının perimetri P bərabərdir n-a. Yəni, neçə dənə tərəfi varsa, həmin tərəfin uzunluğu vurulur həmin ədədə. Məsələn, 6 bucaqlıdırsa perimetri olacaq 6A, 7 bucaqlıdırsa P bərabərdir 7A olacaq. Bizdə də 12 bucaqlı olduğu üçün P bərabərdir 12A-ya, onu da bərabər eləyir 156-ya. A da bərabər olur 156 bölünsün 12, bu da eləyəcək 13. Doğru cavabımız olacaq 13.